Dahi alimlərdən biri demişdi ki, nə qədər zulal var, o qədər həyat var. Yəni zulal orqanizmin bilavasitə yaşama nədənidir. Çünki hüceyrələrimizin ana maddəsi amin turşularıdır. Amin turşuları da yəni 21 amin turşusundan ibarət zəncir zulalı əmələ gətirir. Və burada əvəz olunan amin turşular var, əvəz olunmayan amin turşular var. Əvəz olunmayan 8 amin turşu var ki, bu mütləq qidadan alınmalıdır. Amma əvəz olunanları biz adətən orqanizmdə davam edir, sintezdə davam edir. Zaman-zaman adını çəkdiyimiz qidaları ona görə deyirdik ki, orada ən əvəz olunmayan triptofan adlı amin turşu var ki, onu biz qəbul edəndə qlisin də var ki, bunlar sinir hüceyrəsinin birbaşa elə bilin ana maddəsidir. Hüceyrədir və hüceyrənin maddəsidir dediyim kimi də hüceyrələr amin turşu zəncirindən ibarətdir. Ona görə də həmişə zulallara qarşı münasibətimiz belə yaxşı olub. Hər kəs protein, zulal. Amma zulal həmişəmi yaxşıdır? Gəlin bura qaydaq. Ona görə də Dahi Nizami Gəncəvinin sözünə biz qaydacağıq ki, birinci saflığı varsa da suda çox içiləndə dərd verir o da. Bu dietologiya elminin orta dərəcə prinsipini diktə edir bilavasitə. Çünki doğrudan ən masum qidanı baxırıq, onun belə dozası var. Bu çərəzə aid olsun, ətə aid olsun, zülala aid olsun, faydalı yağ turşusu deyirik, omega. İndi gəlin biz omeganı davamlı içəndə görək nə olur da.